müəllimlər, xoş gördük hər birinizi. Sertifikasiyanın müsahibə mərhələsinə hazırlaşan müəllimlərimizə dəstək məqsədi ilə ötən illərdə müəllim namizədlərimizə ən çox təqdim olunan müsahibə sualının izahını verirəm. Əziz müəllimlər, müsahibəyə qədər bu tip izahların kanalda davamlı yerləşdirilməsini istəyirsinizsə, kanala abunə olmağı, videolarımızı bəyənməyi və fikirlərinizi rəylər bölməsində qeyd etməyi unutmayın. Bugün sizlərə scaffolding haqqında danışacağam. Qeyd edim ki, ötən il demək olar ki, bütün müəllimlərimizə, yəni sertifikasiyanın müsahibə mərhələsində iştirak edən bütün müəllim namizədlərimizə scaffolding haqqında sual nümunələri təqdim olunubdur. Qeyd edim ki, siz imtahan mərhələsini şükürlər olsun ki, uğurla geridə qoymusunuz. Mən sizlərə loru şəkildə, aydın şəkildə, yəni testə düşə bilən deyil də, sırf müsahibədə sizdən müsahibə götürən müəllimləri qane edəcək bir izah təqdim edəcəyəm və sonra isə testlər üzərində daha da dediklərimizi təkmilləşdirəcəyik. Scaffolding nədir, əziz müəllimlər? Loru izah edirəm, diqqətlə dinləyin. Scaffolding Lev Vygotsky'nin sosial inkişaf nəzəriyyəsində öyrəndiyimiz bir termindir. Yəni qısası scaffolding öyrənənə göstərilən müvəqqəti dəstəkdir. Öyrənən dedikdə söhbət kimdən gedir? Şagirdlərdən gedir. Yəni biz müəllimlərin şagirdlərə göstərdiyi müvəqqəti dəstək nə olacaq? Scaffolding olacaq. Yəni biz bir növ şagirdlərə vasitəçi, yəni körpü rolunu oynayırıq. Baxın, bu terminin də adı scaffolding terminidir. Yəni müsahibədə sizdən soruşsalar ki, scaffolding nədir? Qeyd edəcəksiniz ki, biz bu termini Lev Vygotsky'nin sosial inkişaf nəzəriyyəsində öyrənmişik. Qoy görsünlər ki, sizlərin kurikulumdan məlumatı var. Scaffolding isə öyrənənə göstərilən müvəqqəti dəstəkdir. Və çox yaxşı olar ki, bir daha orada vurğulayasınız ki, söhbət müvəqqəti dəstəkdən gedir, daimi dəstəkdən getmir. Kurikulum kitabına diqqətlə oxusanız, Lev Vygotsky'nin sosial inkişaf nəzəriyyəsinə diqqət yetirsəz, görəcəksiniz ki, burada da qeyd olunubdur ki, öyrənənə, yəni şagirdə göstərilən o dəstək yalnız müəllim tərəfindən icra olunmur. Ola bilər ki, şagirdə valideynləri də kömək ola bilər, müəllimi də kömək ola bilər və digər şagirdləri də kömək ola bilər. Ümumiyyətlə fərq etmir. Şagirdə kim ki, yəni bu dərslə bağlı belə deyim də köməklik göstərirsə, həmin şəxs nə adlanır? Scaffolding adlanır. Və bir daha qeyd edirəm ki, müvəqqəti dəstəkdir bu, daimi dəstək deyil. Əziz müəllimlər, biz bugünkü gündə nə adlanırıq? Biz müəllimlər fasilitator adlanırıq. Yəni şagirdlərə yol göstərənik biz. Biz fasilitatorıq. Əvvəllər müəllim bütün məsuliyyəti öz üzərinə götürürdü. Yəni mütləqli şəkildə əvvəl belə idi ki, yəni avtoritar üslubda müəllim subyekt olurdu, şagird obyekt olurdu. Bütün dərs boyu ancaq müəllim danışırdı, şagird dinləyirdi. Amma biz Lev Vygotsky'nin sosial inkişaf nəzəriyyəsində öyrəndik ki, əslində əvvəlki avtoritar üslub yanlış imiş. Yəni ki, biz şagirdə də söz haqqı verməliyik. Biz artıq indiki təhsildə, kurikulum dövründə nə etməliyik? Məsuliyyəti şagirdə yükləməliyik və şagird özü nə etməlidir? Öyrənməlidir, araşdırmalıdır. Burada diqqətli oluruq. İndi gəlin baxaq görək, scaffoldinglə bağlı hansı fikirlər doğrudur, hansı fikirlər yanlışdır. Müəllimlər, bir şeydə nəzərinizə çatdırım ki, scaffolding, yəni şagirdə dəstək olmaq o demək deyil ki, elə biz hər bir şeyi hazır şəkildə şagirdə, belə deyim də, şagirdin qarşısına qoymalıyıq. Hər bir şeyi hazır şəkildə şagirdə təqdim etməliyik. Xeyr, sadəcə şagirdi olduğu yerdən ola biləcəyi yerə aparmaqda biz vasitə olmalıyıq. Kurikulum kitabına diqqət yetirsəz görəcəksiniz ki, orada qeyd edir ki, məsələn, bir usta evi rəngləyir, tutaq ki, o yuxarı hissələrinə gələndə boyu çatmadığı üçün nərdivandan istifadə edir. Burada nərdivan nə oldu? Kömək oldu, scaffolding oldu. İndi biz də şagirdlərin həyatında həmin o scaffolding rolunu yerinə yetiririk. Gəlin, burada bir test var, testin üzərində baxaq. Hansı fəaliyyət scaffoldinga aiddir? Müəllimin şagirdin bütün suallarını birbaşa cavablandırması. Xeyr, mən əgər şagirdin bütün suallarını birbaşa özüm cavablayacamsa, daha onda şagird məktəbə nəyə gəlsin ki? Elə onun yerinə mən şagirdə hazır qiymət yazım, mən oxuyum. Xeyr, birbaşa cavablandırmaq olmaz. A variantı gedəcək. Şagirdin hər hansı mövzunu anlaması üçün yalnız özünün oxuyub anlamasına şərait yaradılması. Xeyr, axı bayaqdan deyirəm ki, yalnız özü olmaz.
yalnız özü olacaqsa, axı biz harda scaffolding olduq? Biz də şagirdə dəstək oluruq. Deməli, C variantı da Piaget nəzəriyyəsinə aid olacaq. Riyazi məsələlərin cavabının birbaşa deyilməsi, xeyr, birbaşa demək olmaz. Şagirdə biz dəstək olmalıyıq. Müvəqqəti dəstək olmalıyıq. Deyə gedəcək. Təbii ki, təcrübə apararkən prosesin yalnız müəllim tərəfindən aparılması, xeyr, prosesin yalnız müəllim tərəfindən aparılması avtoritar üslubda qaldı. E-də gedəcək, qaydırıq B-yə. Şagirdin suallarına cavab verərkən yönəldici suallardan istifadə edilməsi, bəli, yönəldici burada nədir? Təbii ki, açar sözdür. Cavabımız olacaq B variantı. Yəni, şagirdə biz nə edirik? İstiqamət veririk, yönəldirik. Çünki biz nəyi? Fasilitatorıq. Biz nəyi? Scaffoldingi. Cavabımız olacaq B variantı. Əziz müəllimlər, tutaq ki, mən Azərbaycan dil ədəbiyyat müəllimiyəm də, tutaq ki, şagirdə bir mətn işlədirəm. Baxıram ki, mətnin içində terminlər var ki, şagird o terminlərin mənasını bilmir. Mən nə edirəm? Həmin o terminlərin mənasını əvvəlcədən lövhəyə qeyd edirəm. Və yaxud da ki, amonimlər var ki, mən o amonimlərin tutaq ki, məna taylarını orada qeyd edirəm. Mən şagirdə kömək oluram, dəstək oluram. Və yaxud bir misal məsələ həll edərkən düsturu bir kənarda yazıram. Şagirdə dəstək oluramsa, mən scaffoldingəm. Ümumilikdə, mənə elə gəlir ki, hamınız artıq orada sizdən müsahibə götürən müəllimlərə bu haqda geniş şəkildə danışa biləcəksiniz. Əziz müəllimlər, bir şey də qeyd edim ki, bəzən qeyd edirlər ki, müsahibə mərhələsinə qısa və lakonik cavab verin. Xeyr, qısa və lakonik cavab verməyin. Siz əgər mövzunu, yəni sualı düzgün şəkildə bilirsinizsə, yəni düzgün şəkildə çatdıra bilirsinizsə, orada onları da əmin edin ki, həqiqətən də mənim bu mövzudan xəbərim var. Tutaq ki, sizə gəlib Piagetdən sual verəcəklər, Vygotskydən sual verəcəklər. Siz əgər bir kəlmə ilə yekunlaşdırsanız, mənə elə gəlir ki, xoş olmayacaq. Düşünün ki, siz müsahibə götürənlərsiniz, mən də scaffolding haqqında danışıram. Bir cümlə deyib yekunlaşdırsaydım, məncə bu video izə xoşunuza gəlməzdi. Amma mən geniş şəkildə danışıram, artıq siz bilirsiniz ki, həqiqətən də mən fikrimi çatdıra bilirəm və bu mövzudan xəbərdaram. Sizlərə də tövsiyəm odur ki, əziz müəllimlərimiz, müsahibə mərhələsində danışmaqdan qorxmayın. Qoyun həqiqətən də müsahibə götürən müəllimlər sizin biliyinizi görsünlər. Siz biliyiniz ola biliyinizi gizlətməyin. Gizlətməyə də çalışmayın. Ümidvaram ki, scaffolding mövzusunu artıq öyrənmiş oldunuz. Qeyd edim ki, əziz müəllimlər, bu tip video izahlarımız əsasən sertifikasiyanın müsahibə mərhələsinə hazırlaşan müəllimlər üçündür. Düzdür, sosial şəbəkələrdə, internetdə, YouTube-da və digər platformalarda bizim qarşımıza çox video izahlar çıxır. Amma qeyd edim ki, onların əksəriyyəti MİQ-in müsahibə mərhələsinə aid olan video izahlardır. Çalışın ki, belə video izahlardan uzaq durasınız. Siz əsas fikrinizi verirsiniz, sinifin idarə olunması, qiymətləndirmə, özünüzü düzgün şəkildə təqdim etmə, geyiminiz və eyni zamanda psixoloji suallar, bir də icmalların düzgün şəkildə təqdim olunması. Qalan o ən rabadi sualları görəndə bilin ki, onlar MİQ-in müsahibə mərhələsində sizə təqdim olunacaq. Bugünlük bu qədər. Ümidvaram ki, izahımız sizlər üçün azacıq da olsa faydalı olacaq. Əgər faydalıdırsa, bəyənməyi və rəy yazmağı unutmayın. Sağ olun.